Bakay Heyvanat Parkında 125 növ heyvan vardır. Onlardan 33 növü quşlar, 44 növü məməlilər, yerdə qalanlar isə suda burada yaşayanlar, amfibiyalar və sürünənlər təşkil edirlər. Gələn ziyarətçilərdən, qonaqlarımızdan yaş qrupundan asılı olaraq dəyişir. Bəzi yaş qrupundan əsasən uşaqlar, gənclər yırtıcı heyvanlara, yırtıcı məməlilərə daha çox maraq göstərdilər. Biraz yaşı ötmüş, məsələn, ağır yaşlı qrupu olan insanlar isə daha çox qırmızı kitab vadəsi kəsilmə təhlükəsində olan Azərbaycanda məskunlaşır və yaxud da nəsli kəsilmə təhlükəsində olan heyvanlara maraq göstərirlər. İnsanlardan asılı olaraq dəyişir, belə deyim. Heyvanat Parkı 2021-ci ildən yenidən qurulduqdan sonra heyvanların sayının artımında çox böyük irəliləyiş həyata keçirmişik. Hal-hazırda ən son gələn heyvanlarımızdan Simbanı, erkək şiri misal göstərə bilərik. O gəlibdir Heyvanat Parkının yeni sakinlərindən biridir. Amma gələcək planlarda yeni bir heyvan gətirib nümayiş etdirmək və yaxud da yerləşdirmək hal-hazırda elə bir planımız yoxdur. Bizim qızıl qaydalarımızdan ən başlıca birisi odur ki, mövsümünə uyğun və yaxşı keyfiyyətli qidalarla qidalandırılmalıdır. Bu, bizim heyvanat parkının qızıl qaydalarından biridir. Səbəbi budur ki, heyvan növündən asılı olaraq qidalanması rasionu tamamilə fərqlənir. Hər bir heyvanın özünün xüsusi rasionu var. Bu rasion bizim mütəxəssislər tərəfindən işlənib hazırlanır. Heyvanın hazırki vəziyyətinə uyğun olaraq əlavə ehtiyac olarsa rasionu əlavələr və yaxud da ki, ehtiyac olmazsa da rasiondan çıxardılmalar həyata keçirilə bilir. Heyvanlar əsasən qış dövründə qida rasionu 15% əlavə artımlar olunur. Bu 15% əlavələr havanın soyuq keçməsi ilə əlaqədar olaraq rasionlarında artırılır ki, itirdikləri istilik enerjisini qida ilə bərpa edə bilsinlər. Nə qədər yaxşı keyfiyyətli qidalandırma aparılarsa, bir o qədər xəstəliklərin, problemlərin qarşısını almış oluruq. Müəyyən tədbir günlərində, müəyyən xüsusi bayram günlərində ziyarətçilərin sayı tamam fərqli olur. Məsələn, normal iş günlərində ziyarətçilərin sayı tamam fərqli olur. Xüsusilə bayram və istirahət günlərində ziyarətçilərin sayında artım müşahidə olunur. Əsasən məktəblilər, uşaq bağçaları, tələbələr sayında artım müşahidə olunur. Yerdə qalan iş günlərində say nisbətən aşağı, 6-cı bazar günü, istirahət günlərində isə say nisbətən, digər günlərə isə nisbətən çox olur. Ziyarətçilərdən heyvanlara ziyarət verilən hal-hazırda rast gəlməyibdir. Elə bir şeydən rastlaşmamışıq. Heyvan baxıcılarımız, belə deyim, heyvanat parkının işçiləri xüsusi təlimlərdən keçibdilər və davamlı olaraq bu təlimləri, təhlükəsizlik, heyvan sağlamlığı, işçinin insan sağlamlığı, heyvan psixologiyasının bu tipdə təlimlər davamlı olaraq hər ay keçirilir, mütəmadi olaraq keçirilir. Və bunun nəticəsində indiyənə qədər hər hansısa bir zərər vermə halları, hər hansısa bir fəsad halları baş verməyibdir.